Yengeç bürcü 12 fevral 2026-cı il. Bugün vacib işlərə ehtiyatla və tələsmədən başlamaq daha yaxşıdır. Hər hansı ciddi öhdəlik götürməzdən əvvəl onu yerinə yetirə biləcəyinizə əmin olun. Bir çox qoç gücünü olduğundan artıq qiymətləndirməyə meyil olacaq. Bəzi nümayəndələr üçün bu sonradan xoşa gəlməz nəticələrə səbəb ola bilər. Karyera və bizneslə bağlı ciddi qərarlarda da tələsməyin. Hətta fəaliyyət sahəsini yox, heç olmasa iş yerini dəyişmək istəyi yarana bilər. Özünüzə biraz vaxt verin. Hər şeyi götür-qoy etmək, fərqli imkanları müqayisə etmək, bir neçə variant nəzərdən keçirmək lazımdır. Məsləhətə ehtiyacınız varsa, planlarını ardıcıl şəkildə həyata keçirən, bir iftiradan o birinə qaçmayan insanlara müraciət edin. Buğa bürcü 12 fevral 2026-cı il. Darıxmaq istəməyəcəksiniz. Ona görə də bir çox buğa səhərdən həvəslə yeni işlərə girişəcək. İnadkarlıq, ixtiraçılıq və səmimi maraq sizə ilk uğurları tez əldə etməyə kömək edəcək. Burada əsas məsələ əldə olunanla kifayətlənməmək, mümkün qədər tez irəliləməyə çalışmaqdır. Başqalarının bacarmadığı yerdə əla nəticə qazanmaq şansınız var və bu xüsusən yaradıcı yanaşma tələb edən tapşırıqlara aiddir. Köhnə planlara qayıtmaq olar. Bunu sınanmış müttəfiqlərin dəstəyi ilə etmək daha asan olacaq. Onlar çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Gözlənilməz gecikmələrə və xırda narahatlıqlara görə başladığınız işi yarımçıq qoymağınıza imkan verməyəcəklər. Əkizlər bürcü 12 fevral 2026-cı il. Nəsə alınmır, sadəcə biraz gözləyin. Səhər güclü olmayan müsbət tendensiyalar saatlar keçdikcə daha aydın hiss olunacaq. Ona görə ciddi və vacib işlərə tələsməyin. Sadə tapşırıqlardan başlayın. Günün əvvəl hissəsi ünsiyyət üçün də elə əlverişli olmayacaq. Həm evdə, həm də işdə fikir ayrılıqları yarana bilər. Köhnə incikliklər yada düşə. Sizə əvvəlki səhvlər və ya yerinə yetirilməmiş vədlər xatırladıla bilər. Günortadan sonra vəziyyətin yaxşılığa doğru dəyişdiyini hiss edəcəksiniz. İşlərdə təşəbbüs göstərmək, ideyalarınızı bölüşmək, planları həmfikirlərlə müzakirə etmək üçün uyğun vaxt gələcək. Bu vaxt şəxsi münasibətlər də daha harmonik inkişaf edəcək. Açıq və səmimi ünsiyyət yaxınlarla ortaq dil tapmağa kömək edəcək. Nəzakət isə fikir ayrılığı yaranarsa, kəskin küncləri yumşaldacaq. Xərçəng bürcü 12 fevral 2026-cı il. İşlərdə uğur qazanmaq şansı var, amma bunun üçün səy göstərmək lazım olacaq. Ümid etdiyiniz insanlar öz problemləri ilə məşğul ola bilərlər. Ona görə tək hərəkət etməyə və məsuliyyət üzərinizə götürməyə hazır olun. Peşəkar mübahisələr, həmkarlar və rəhbərlik ilə müzakirələr istisna deyil. Bəzi xərçənglər başqalarının səhvlərini düzəltməli, özlərinin ucbatından yaranan problemləri həll etməli olacaqlar. Bu güc tələb etsə də eyni zamanda faydalı şeylər öyrənməyə və dəyərli təcrübə qazanmağa imkan verəcək. Yaranan çətinliklərə baxmayaraq tarazlığı qoruyacaq, emosiyalara qapılmayacaqsınız. Nəsə planın üzrə getməsə belə ölçülü biçili qərar vermək bacarığınız təkcə çətinliklərin öhdəsindən gəlməyə yox, həm də köhnə rəqiblər üzərində üstünlük qazanmağa kömək edəcək. Şir bürcü 12 fevral 2026-cı il. Günün əvvəl hissəsi xüsusən də vacib nəsə planlaşdıran şirlər üçün asan olmaya bilər. Uğursuz təsadüflər, yolda çıxan maneələr, əsəbləşdirən gecikmələr planlarınızı həyata keçirməyə mane ola bilər. Günün birinci yarısına sizə kömək edən elə də tapılmayacaq. Amma biraz sonra dəstək və məsləhət üçün müraciət edə biləcəyiniz insanlar yanınızda olacaq. Üstəlik köhnə işgüzar əlaqələr bərpa etmə şansı yaranacaq. Bu da çox faydalı olacaq. Maliyyə məsələlərinin həllində tələsməmək daha yaxşıdır. Bunun üçün daha əlverişli dövr günün ikinci yarısına başlayacaq. Amma həmin vaxtda belə səbəbsiz riskdən qaçın. Bağlamağı planlaşdırdığınız bütün razılaşmaların şərtlərini diqqətlə oxuyun və spontan alış-veriş etməyin. Qız bürcü 12 fevral 2026-cı il. Vacib işlərlə məşğul olmağa, başqalarının öhdəsindən gələ bilmədiyi problemlərin həllinə fokuslamağa hazır olun. İnadkarlıq göstərmək lazım gələcək. Çünki hər şey dərhal istədiyiniz kimi alınmayacaq. Xüsusən də işgüzar sahədə bu daha önəmlidir. Burada çətinlik ehtimalı yüksəkdir. Sevindirici tərəf odur ki, bütün sınaqları tək başına keçməyəcəksiniz. Kömək etməyə hazır insanlar olacaq. Sizdən tələb olunan sadəcə nə etməli olduğunuzu izah etməkdir. Günün ortası maliyyə baxımından xüsusilə uğurlu olacaq. Həm pul daxili olmaları, həm də sərfəli razılaşmalar mümkündür. Gəlirin tez artacağını vəd edən təkliflər də istisna deyil. Şəxsi münasibətlərdə də müsbət tendensiyaların təsiri nəzərə çarpacaq. Dostlarla görüşlər və romantik görüşlər yaxşı keçəcək. Bu vaxt səfərə çıxan qızlar da əla vaxt keçirəcək və çoxlu pozitiv emosiyalar alacaqlar.
Tərəzi bürcü 12 fevral 2026-cı il. Uğur sizin tərəfinizdədir. Vacib planlarınızı həyata keçirmək üçün ulduzların dəstəyindən yararlanmağa dəyər. Günə həm fikirlərlə ünsiyyətdən başlamaq çox faydalı olacaq. Onlar sizi təkcə dəstəkləməyəcək, həm də yaxşı ideyalarla bölüşəcəklər. Başqalarının təcrübəsi bir çox tərəzi üçün işə yarayacaq. Bunun sayəsində xırda səhvlər etməyəcək. Bədxahların qurduğu tələlərə düşməyəcəksiniz. Yeni işlərə, layihələrə girişmək olar. Burada intuisiyanıza güvənin. O nəyə əvvəlcə diqqət yetirməyin vacib olduğunu, nəyi isə sonraya saxlamağın mümkünlüyünü göstərəcək. Son vaxtlar əvvəlki seçiminizin doğruluğuna şübhə edən tərəzilər qərar verə, buraxılmış səhvləri düzəldə biləcəklər. Həyatınızda nəyisə dəyişmək barədə düşünürdünüzsə, bugün yeni istiqamətdə ilk addımları ata bilərsiniz. Sadəcə əlavə tələskənlikdən qaçın. Əqrəb bürcü 12 fevral 2026-cı il. Bir neçə çətin məsələni həll etməli, həm də başqalarının səhvlərinin nəticəsi olan problemlərlə məşğul olmalı olacaqsınız. Bəzi əqrəblər bunun üçün öz işlərini kənara qoyacaq. Təəccüblü deyil ki, belə nümayəndələr xeyli qıcıqlanacaq. Bu, ətrafdakılarla ünsiyyətdə çətinliklərə, işdə münaqişələrə səbəb ola bilər. Amma emosiyalarınızı idarə edə bilsəniz təkcə kəskin küncləri yumşaltmağın yox, həm də mövcud işgüzar əlaqələri möhkəmləndirməyin yolunu tapacaqsınız. Yaxınlarla da anlaşmaq hər zaman asan olmayacaq. Köhnə fikir ayrılıqları kəskinləşə, məişət məsələləri, ümumi büdcədən istifadə və birlikdə reallaşdırmaq istədiyiniz planlar barədə mübahisələr yarana bilər. İstisna sevdiyiniz insan olacaq. Onunla asanlıqla ortaq dil tapacaq, bir-birinizə güzəştə gedəcək, bir-birinizi sevindirə və münasibətləri möhkəmləndirə biləcəksiniz. Oxatan bürcü 12 fevral 2026-cı il. Ulduzlar maliyyə məsələlərinin həllinə uğur vəd edir. Pulu ilə bağlı hər şeydə intuisiyanıza güvənmək olar. Məhz onun sayəsində səhvlər etməyəcək. Mövcud vəsaiti necə daha düzgün bölüşdürmək və gəliri artırmaq üçün nə etməli olduğunuzu anlayacaqsınız. Gün iş üçün də əlverişli olacaq. İnadkarlıq göstərsəniz işlərdə real sıçrayışa nail ola bilərsiniz. İnsanlarla yola getmək, sizə heç oxşamayanlara da yanaşma tapmaq bacarığınız işə yarayacaq. Bəzi oxatanlar nüfuzlu müttəfiqlər tapacaq və ya çox şeydən asılı olan insanlarla qarşılıqlı faydalı əməkdaşlıq barədə razılığa gələcəklər. Oğlaq bürcü 12 fevral 2026-cı il. Ciddi çətinliklərdən qorxmağa dəyməz. Bugün uğurlu keçəcək, maraqlı xəbərlər və xoş görüşlər gətirəcək. Həm yeni işlərə başlamaq, həm də köhnələri bitirmək üçün eyni dərəcədə uyğundur. Qeyri-adi ideyalar yarana bilər. Onları həyata keçirməyə kömək edəcək insanlar yaxınlıqda olacaq. Faydalı tanışlıqlar da mümkündür. Potensial tərəfdaşlar və işə götürənlərdə görüşlər yaxşı keçəcək. Köhnə işgüzar əlaqələri möhkəmləndirmək, yenilərini qurmaq imkanı olacaq. Gəlirin tez artacağını vəd edən işgüzar təkliflər ehtimal olunur. İntuisiyanıza qulaq asın. Razılaşmağa dəyib-dəymədiyini o göstərəcək. Bəzi oğlaqlar istedadlarının gözlənilməz tətbiqini tapacaq. İllərdir sevdiyi hobbidən necə gəlir əldə etməyin mümkün olduğunu anlayacaqlar. Dolça bürcü 12 fevral 2026-cı il. Gün kifayət qədər gərgin keçəcək. Xüsusən də eyni anda bir neçə iş görməyə öyrəşməyənlər üçün şərait təkcə işə fokuslanmağa imkan verməyəcək. Üstəlik, qayğılarınızın bir hissəsini üzərinə götürəcək insanlar da yaxınlıqda olacaq. Ona görə işləmək lazım gələcək. Amma uğur qazanmaq şansınız yüksəkdir. Xüsusilə həm yaradıcılıq yanaşması, həm də dəqiqlik və xırdalıqlara diqqət tələb edən işlər sizdə yaxşı alınacaq. Çətinliklərdən tam qaçmaq çətin olacaq. Amma bugünün hadisələri sizə çox şey öyrədəcək. Bəzi dolçalar yaxın zamanda işə yarayacaq, təcrübə qazanacaq və bu gələcəkdə əsəbləşdirən səhvlərdən yayınmağa kömək edəcək. Faydalı tanışlıqlar da istisna deyil. Yeri gəlmişkən bugün sırf işgüzar kimi başlayan münasibətlər zamanla romantik mənada qazana bilər. Balıqlar bürcü 12 fevral 2026-cı il. Rutinin içinə çox batmamağa çalışın. Qeyri-adi maraqlı işləri də tapın. Eksperimentlər və improvizələr üçün hər fürsətdən yararlanın. Hadisələrin adi axarını pozmaqdan qorxmayın. Bu, elə günlərdəndir ki, emosional və həssas olmağa, ürəyinizin dediyi kimi davranmağa özünüzə icazə verə bilərsiniz. Yanınızda məhz bu tərəfinizi qiymətləndirən insanlar olacaq və onların dəstəyi sayəsində çətin anların öhdəsindən gələcəksiniz. Pul daxil olmaları ehtimal olunur. Çox güman məbləğ böyük olmayacaq. Amma onu elə bir anda alacaqsınız ki, hansısa alış-veriş etməyi düşünəcək və yaxınlarınız üçün xoş bir sürpriz hazırlamaq istəyəcəksiniz. İnvestisiya üçün pis gün deyil, amma yalnız öz biznesinizə və ya çox yaxşı tanıdığınız birinin layihəsinə.